Araz Naxçıvan İmişli oyunu 0-0 hesabı ilə başa çatdı. Əslində ən çox gol olası oyun idi. Çox epizodları epizodları var var idi. idi. Razıyam. Xüsusilə İmişli komandası sanki standart vəziyyətlərə xüsusi hazırlaşmışdı. Diqqətimi çəkən Bəxtiyar Həsənazadə təxminən 3 epizodda bənzər başı ilə asist etdi. Sadəcə ya Arazın qapıçısı komandasını qoldan xilas etdi, ya qeyri-dəqiq davrandılar. Mən həmin oyunun adamı Araz Naxçıvanın yeni qapıçısını qeyd eləyərdim ki, ən azı 5 epizodda komandasını xilas etdi. Bəli, o görsənirdi ki, həqiqətən də qapıçı ilk oyunda çox belə necə deyərlər, komandasının üçün yarısı ola bilər. Vacib qurtarışlar etdi, sözün açığı. Bu oyunla bağlı ilk öncə həm Cavid Hüseynovu, həm Fərid Namazovu yeni işlərində təbrik edirik, uğurlar arzulayıram, gənc mütəxəssislərdir. Qoşuluram mən də sənə. Yəni, inşallah ki, onlar üçün çempionat uğurlu olar. Həqiqətən də Azərbaycan futbolu artıq məşqçilik baxımından məncə nəsil dəyişmə prosesində keçir. Nəsil dəyişmə prosesindən keçir və o yeni gələn gənc məşqçilərdə həqiqətən də mən gördüklərim qədərilə, yəni bu Cavid də, Fərid müəllim də onlardan biridir. Yəni öz üzərlərində çox işləyirlər. Bunu məsəl üçün oyunda da gördük, ilk oyun olmasına baxmayaraq, yəni taktiki baxımından meydanda sözün həqiqi mənasında belə baxsaq, taktiki baxımdan mən digər oyunları qoyuram burağa. Mənə ən çox xoşuma gələn oyun bu idi. Məsəl üçün Araz Naxçıvan İmişli oyunu. Mənə də, bəli. Yəni, həqiqətən də meydanda hər iki komandanın nə eləmək istədiyi, həm müdafiədə, həm hücumda çox açıq-aşkar şəkildə görsənirdi və Araz Naxçıvanda 2 dənə futbolçu mənim diqqətimi cəlb elədi, qapıçıdan əlavə. Hücum xəttində olan futbolçular məncə maraqlı futbolçular idi. İlk oyundan o siqnalları verdilər. Bir epizodda boş qapını vura bilməməsi pasivinə yazıla bilər futbolçudan, amma təbii ki, biz dönə-dönə niyə qeyd edirik? Bir qədər tələsmək istəmir adam futbolçularla bağlı net fikir bildirməyə. Bir qədər zaman lazımdır. Arası ərazi üstünlüyü nisbətən Araz Naxçıvanın tərəfindədir, amma real qol imkanları daha çox İmişlidə idi. Mən hətta düşünürəm ki, daha layiqli tərəf Qələbiyə İmişli idi qol epizoduna. Məncə ikinci yarını ümumiyyətlə İmişlinin hesabına saya bilərik. Sadəcə olaraq mən burada bir məqama toxunmaq istəyirəm. Ötən mövsüm İmişlidə baş məşqçinin adı nə idi? Kaştilya. Kaştilya baş məşqçi olanda İmişlidə demək olar ki, mən əgər yanılıramsa məni düzəlt, 15-ə yaxın futbolçu transfer olundu. Bəli. Yəni yerliləri qoyuram kənara, legionerlərlə bir yerdə. Amma Fərid Namazov gələndən sonra yəni bir o qədər də transfer də olunmuyub komandaya. Daha çox yerliyə üstünlük verməyə başladı. Yəni sözün açığı məncə yerliyə üstünlük versinlər, problem yoxdur. Əla. Amma hansısa artıq o müəyyən vaxt gələcək ki, o rəqabətdə müəyyən çətinliklər yaşaya biləcəklər. Yəni bilərlər daha doğrusu. Heyət geniş deyil. Heyət geniş deyil. Razıyam. Çünki ayrılanlar oldu bəzi legionerlər. Gəlmədi də onların və yerinə razıyam səninlə.